Bizden Size kanalında her birinizi hoş gördük değerli izleyiciler. Bu videomuzda Qarabağla bağlı olduqca vacib ve en son haberleri çatdıracağıq. Videomuzu sona kadar dikkatle izleyin. Ermənilər Bakını raketlə vurmaq istədi. Böyük felaketin qarşısı belə alındı. Şok olacaqsınız. Lavrov Kelenteryan yenə vurnuxur. Sergey Lavrov Qarabağa Rusiya sülh məramlılarının yerləşdirilməsi üçün nə etdi? Əziz və dəyərli izləyicilər, bu kimi məlumatlardan xəbər tutmaq üçün kanalımıza abunə ola bilərsiniz. Beləliklə videomuza keçid alaq. Ermənistan silahlı qüvvələri növbəti təxribatı törədərək Füzuli rayonu ərazisinə 2 raket atıb. Mülki əhaliyə yönəlmiş raketlər rayonun 2 kəndinə əkin sahillərinə düşüb. Raketlər düşdüyü ərazilərdə dərin çuxurlar əmələ gəlib. Döyüşlərin başladığı ilk gündən Ermənistan ordusu tərəfindən təxribata məruz qalan kənd sakinləri bildiriblər ki, düşmənin atdığı mərmilər onları qorxutmur. Əhali arasında yüksək əhval-ruhiyyə var. Qeyd edək ki, bundan öncə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu ərazisinə atdığı mərmilər nəticəsində xeyli sayda yaşayış evi dağılaraq yararsız hala düşüb. Lavrov Kelenteryan yenə vurnuxur. Erməni təbliğat maşını artıq 4 gündür bütün diqqətini Lavrovun ağzına dikib. Bütün manşetlər, müzakirələr, danışıqlar yalnız Lavrovdan statlarla zəngindir. Ermənistan baş naziri Nikol Paşinyanın görüşü, o görüşlərdə xalqa müraciətləri heç 20-ci dərəcəli məsələ də deyil. Əvəzində Lavrovun çıxışının hər cümləsi bir xəbərə çevrilir. Lavrov nə deyir? Ümumilikdə Azərbaycanın milli maraqlarına zidd olan kəskin açıqlama yoxdur. Lavrov Qarabağın həlli ilə bağlı baza prinsiplərinin qəbul edilməsinin vacibliyini vurğulayır. Atəşkəsin dərhal təmin edilməli olduğunu bildirir. Münaqişə zonasına Rusiya sülh məramlılarının yerləşdirilməsinin mümkünlüyünü deyir. Burada bir dayanaq. Erməni mediası Lavrovun münaqişə zonasına Rusiya sülh məramlılarının yerləşdirilə biləcəyini yazır. Amma heç bir halda qeyd etmir ki, Lavrov bunun üçün hər iki tərəfin razılığının mütləq olduğunu elan edir. İndiki məqamda Azərbaycan bölgəyə Rusiya sülh məramlılarının yerləşdirilməsinə heç bir halda razı deyil və bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Moskva görüşündə də elan etdi. Əgər gələcəkdə bu məsələ müzakirə predmeti olarsa, onda sülh məramlı funksiyasını yalnız Rusiya yerinə yetirməyəcək, çoxmillətli bir sülh məramlı olacaq. Ümumiyyətlə, erməni mediası və təbliğat aparatı Lavrovun çıxışlarındakı yalnız Ermənistanın birbaşa maraqlarını ifadə edən məqamları tirajlayır. Halbuki, Rusiya mediasının özünü izləmək kifayətdir ki, Lavrovun bir qədər başqa cür danışdığını müşahidə edəsən. Əlbəttə, Lavrovun ritorikası sərtdir və ümumiyyətlə diplomat kimi yox, daha çox arbitr kimi danışmağı sevən bu şəxs hər zaman bir tərəfli mövqeyi ilə ermənilərin sevimlisi olub. Ancaq Lavrov bütün hallarda Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəridir və dövlətinin maraqlarını ifadə etməlidir. Rusiyanın maraqları nədir? Rusiya faktiki olaraq itirmək üzrə olduğu Ermənistanı geri qaytarmaq üçün mübarizəyə girib və əsl həqiqətdə Dağlıq Qarabağ burada sırf bəhanə rolunu oynayır. Prezident İlham Əliyevin də dediyi kimi, Putin növbəti dəfə Ermənistanı və Paşinyanı xilas etməkdədir. Bəli, məhz Ermənistanı. Söhbət birbaşa Ermənistandan gedir. Bu ölkədə narıncı inqilabdan sonra qərb meyilli qüvvələr hakimiyyətə gəlib və Ermənistanda Ukrayna senarisi deyil, daha fərqli senari icra edilir. Faktiki olaraq Ermənistan Rusiyanın təsir dairəsindən çıxmağa başlayıb. Bu xüsusda kimlər rol alıb və hansı süper güclər hansı oyunlar oynayırlar? Bu tamamilə fərqli mövzudur. Fakt budur ki, Fransanın qatı ermənipərəst mövqeyində səbəb Azərbaycanın hədəfə çıxarılması deyil, siyasi arbitindən çıxan və havada fırlanan Ermənistanı təsir dairəsinə salmaqdır. Əslində Rusiyanın bu qədər sərt şəkildə prosesə müdaxiləsi bircə günün içində Moskva görüşünün müəyyənləşdirilməsində də problem Ermənistanla bağlıdır. Yoxsa Rusiya lideri Putin açıq şəkildə Dağlıq Qarabağda baş verənləri Azərbaycanın daxili işi olduğunu bir neçə dəfə elan etmişdi və bu proses bitmişdi. Vəziyyət isə sürətlə dəyişir. Ermənistana böyük bacılıq etmək istəyənlər çoxdur.
Türkiye'nin yakın şərqdən sonra genişlenen nüfuz dairəsi də çoxlarını narahat edir. Ona görə də Rusiya tələsik və sərt müdaxiləyə ehtiyac hiss edir. Bu xüsusda İranın mövqeyi olduqca diqqət çəkir. İllərlə Avropa Birliyi ilə münasibətlərini qoruyan və Ermənistana nəfəs verən İran son proseslərdə olduqca pozitiv mövqeyi ilə diqqət çəkir. İran əslində öz oyununu oynayır. Amerika Birləşmiş Ştatları, eləcə də Avropa Birliyini bütövlükdə regiondan çıxarmaqda maraqlıdır. Bunun üçünsə Suriyada olduğu kimi Qafqazda da münaqişələrin tənzimlənməsi üçün region ölkələrinin, yəni Astana formatının tətbiqində maraqlı görünür. Bu, Azərbaycanın maraqlarına cavab verən formatdır. Ümumiyyətlə, Azərbaycan və Ermənistanla heç bir ümumi sərhəddi olmayan Fransa və Amerika Birləşmiş Ştatlarından daha çox Rusiya, Türkiyə, İran formatı münaqişənin daha ədalətli və qısa müddətdə həllini reallaşdıra bilər. Əlbəttə, əgər Qərb ciddi müdaxilələrini dayandırsa, proses elə bu istiqamətdə də davam edəcəkdir. Ermənilər Bakını raketlə vurmaq istədi. Böyük fəlakətin qarşısı belə alındı. Şok olacaqsınız. Oktyabrın 12-sində Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi indirilib. Əgər dünən həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya atılacaqdı. Bu fikirləri Azərbaycan Hərbi Hava Qüvvələri Komandanının müavini, Hərbi Hava Qüvvələrinin qərargah rəisi general-mayor İkram Əliyev bildirib. Onun sözlərinə görə balistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-sində Qubadlı rayonu ərazisində bir ədəd Toçka U raketi məhv edilib. Stat, oktyabrın 14-də gecə saat 1 radələrində 2 ədəd, səhər saat 8:30 radələrində 1 ədəd olmaqla Elbrus raket kompleksi Azərbaycan ordusu tərəfindən aşkarlanaraq məhv edilib. 300 kilometr atış məsafəsinə sahib Elbrus raketi Qarabağa gətirilərdisə, Bakıya da çatardı. Kəşfiyyat məlumatlarına görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir. Dəyərli izləyicilərimiz, göründüyü kimi ermənilər mülki əhaliyə qarşı cinayət törətməkdən çəkinmirlər. Əslində bu, ermənilərin əsl mahiyyətini bir daha ortaya qoymuş oldu. Bu videonun da sonuna gəldik. Bizi izlədiyiniz üçün təşəkkürlər. Qarabağ Azərbaycandır.